Hamı elə düşünür ki, çətinlik çəkmədən yaşamaq olar. Amma bu yanılmadır. Belə düşünənlər həyatda yerlə göy arasında vuruşur. Hamıya nifrət edir, şikayətlənir. Halbuki heç kim çətinliksiz yaşaya bilməz. Allah buyurur: İnsan doğulduğu gündən qəbr evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayar, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu ilahi bir hikmətdir, həyatın qanunudur. Çətinlik hikmət üzündəndir. Ona qarşı çıxma, Allahla dalaşma. Unutma ki, çətinliyi sənə verən odur. O hara və necə təsir edəcəyini bilir. Çünki səni yaradan da odur. Ağır bir çətinlikdən sonra düşüncə daha aydın və güclü olur. Sadəcə çətinliyə düşmən kimi baxmaq əvəzinə onun mahiyyətini anlamalı, onunla düzgün əlaqə qurmalısan. Çətinliyi qəbul etdikdə o sənin inkişafına, qurtuluşuna səbəb olur.